Fabrikin yuyucu tozları bahadır deyən xanımlarımıza istəyirəm ki, bir fərqi göstərim. Mağaza ilə və fabrikin yuyucu tozlarının arasında nə fərq var? Onunla da, yəni mağazadan aldığımız yuyucu tozla da paltar yuyuruq, bununla da paltar yuyuruq. Niyə mən bu yuyucu toza bu qədər pul verim ki deyə düşünürük bəzən. Amma verməyə dəyər. Niyə bilirsiniz? İndi onu açıqlayacağam. Fabrik yuyucu tozu konsentratdır, yəni tərkibində aktiv təmizləyici maddə daha çox olur. Buna görə az miqdarda istifadə etməklə yaxşı təmizləyir. Mağaza tozlarında isə konsentratlıq az olur. Ona görə daha çox tökmək lazım gəlir. Fabrik tozlarında çox vaxt fosfat kimi ağır kimyəvi maddələr olmur və daha yumşaq tərkibli olur. Adi mağaza tozlarında isə daha sərt kimyəvi maddələr olur. Fabrik tozu paltarın rəngini və parçasını daha az zədələyir, çünki tərkibi daha yumşaqdır. Demək olar ki, heç nə etmir paltarlara, yəni zədələmir, rəngini solmağa qoymur. Daha əksinə paltarın rəngi daha da gözəl olur. Və mağazanın yuyucu tozu isə paltarı sərtləşdirir və rəngini soldurur. Və əsas məsələlərdən biri də ilk baxışda biz mağaza tozunu ucuz görə bilirik, amma çox istifadə olunduğu üçün tez qurtarır. Yəni onun tərkibində duz, su da var, çox görünsün deyə. Ona görə də yəni biz məsəl üçün mağaza tozundan 2 qaşıq atırıq, amma fabrik tozunu isə 1 qaşıq atırıq. Bu da o deməkdir ki, bizim 800 qramlıq yuyucu tozumuz 3 kiloqramlıq mağazanın yuyucu tozuna bərabərdir. Yəni qısa olaraq deyim ki, fabrik yuyucu tozu konsentratlı, az istifadə olunur və paltarlara daha yumşaq təsir göstərir. Əmin olmaq istəyirsinizsə, sizə qəşəng bir yol deyim. Deməli, stəkana 2 stəkan götürün, su tökün, 1 stəkana yud tökün ya da zelyonka. Həmən mağazanın yuyucu tozundan 1 qaşıq tökün, o birisinə də fabrik yuyucu tozundan. Artıq özünüz görəcəksiniz. Yəni bunun şahidi özünüz olacaqsınız, hansı yaxşıdırsa.